saniye açıldı o zaman? 24 saniye. Aha, 24 saniye açılacaqdı. Yan xəttdən atanda birbaşa topu rəqibin səbətini ata bilərsən? Xeyr. Aha, bəs öz səbətini ata bilərsən? Yox. Aha, yaxşı. Bəs müəllim, böyük basketbolda komandanın faal limiti perioddan perioda keçir? Keçmir. Aha, komandanın faal limiti perioddan perioda keçmirdi. Oyunçunun faal limiti perioddan perioda keçir? Keçir. Oyunçunun faal limiti isə perioddan perioda keçəcəkdi. 4-cü periodda olan əlavə vaxta keçir? Xeyr mənim. 4-cü periodda olan komandanın əlavə vaxta keçirdi anam. Hə, keçmir. Gördün. Bəli. Böyük basketbolda əsas vaxtda neçə dənə timeout götürə bilərsiniz? 2 dənə. Böyük basketbolda əlavə vaxtda. Əlavə vaxtda bir dənə. Bir Hər dənə, əlavə bir vaxtda, dənə. hər əlavə vaxtda sizin bir dənə timeout götürmə şansınız var. Hər əlavə vaxtda sizin bir timeout götürmə şansınız vardır. Bəs müəllimə, əsas vaxtda neçə timeoutunuz var anam? Əsas vaxtı 2 dənə. Aha, əsas vaxtı isə 5 dənə. 5 dənə. Bəli. Əsas vaxtda neçə timeout var böyük basketbolda? 5 dənə. Timeoutun müddəti nə qədərdir anam? Timeoutun müddəti. 60 saniyə. Aha, timeoutumuzun müddəti 60 saniyədir. 3x basketbolda timeoutun müddəti nə qədərdir? 30 saniyə. Aha, 3x basketbolda isə timeoutumuzun müddəti olacaqdı 30 saniyə. 3x basketbolda komanda oyuna neçə dəqiqə gecikərsə texniki məğlubiyyətə düşür? 5 saniyə. Saniyə, 5 dəqiqə? dəqiqə. Dəqiqə. Aha, 5 dəqiqə gecikərsə komanda nəyə düşürdü? Texniki məğlubiyyət. Aha, 5 dəqiqə gecikərsə texniki məğlubiyyətə. Texniki məğlubiyyətin qalib məğlub neçə xal olacaqdı? 2-1. Texniki məğlubiyyətin qalibi olacaqdı 2 xal, məğlub olacaqdı 0 xal. Süper. 0 xal. Aha. Sonra belə deyək də 3x basketbolda sərbəst atış zamanı 6.75-ci xəttin daxilində neçə nəfər olur? Daxilində 4 nəfər. Xaricdə? Qarşıda 6 nəfər. Xaricdə isə olacaqdı 2 nəfər. 2 nəfər. Cəmsi 6 nəfərdən anam daxildə olurdu neçə nəfəri? Həmən o şeylə qarışdırdım mən o qısmı. Bildim. Aha. Sonra gəldik nə? 3x basketbolda texnik faal oyunçunu oyundan çıxardır. Xeyr mənim. Bəs böyükdə? Çıxardır. Təşəkkürlər.